Danışmırsınız, küslük var aranızda, inciklik var. Təzə ayrılmışsınız. Ayrılıq da demək olmaz. Belə deyim də. Təxminən nə bilim 2 həftədir. Maksimum ən gec 1 aydır. Danışmırsınızsa tutaq ki, gəl baxaq. Fikrindəki insan nə qərar veribdir? Barışmaq mı istəyir? Barışıq olacaqmı? Gəl baxaq. Fikrindəki insan hazırda özü hansı enerjidədir? Sənə qarşı hansı enerjidədir və münasibətinizlə əlaqədar nə qərar veribdir? Özü hansı enerjidədir? Özü özünə qapanıbdır. Öz situasiyasını, vəziyyətini, tutumunu düşünməyə çalışır. Biraz maddiyyatla əlaqədar problemləri var. Maddiyyatla əlaqədar, stabilliklə əlaqədar çətinliklər var. Ola bilsin, səhhətinlə əlaqədar da bu insanda biraz narahatçılıqları var. Yəni, istədiyi heç bir şey olmur. Gözləntiləri doğrulmur. Nə maddi cəhətdən, nə mənəvi cəhətdən, nə stabillik cəhətdən. Sənə qarşı hansı enerjidədir? Sənə qarşı konkret olaraq, yəni, düşünmək istəmir. Qapalı enerjidədir. Yəni, bu insan bu dəqiqə fikirləşir ki, mən o hayda deyiləm, mən nə hayda, o nə hayda. Yəni, ola bilsin ki, hətta sənin tərəfindən zərbə mi aldığını düşünür, bu situasiya ilə əlaqədar zərbə aldığını düşünür. Yəni, bu dəqiqə bu barədə düşünmək istəmir və zamana buraxıbdır, belə deyim. Bəs nə qərar verib münasibətinizlə əlaqədar? Hələ ki, tam qərar verməyibdir. Hələ ki, məsləhətləşir, ola bilsin kimlərlənsə məsləhətləşir, danışır, belə deyim də, qərar aşamasında da deyil hətta. Yəni, bu insan bu dəqiqə fikirləşir ki, yəni, bu dəqiqə mən o hayda deyiləm, bu dəqiqə mən münasibəti düşünəcək hayda deyiləm, belə deyim. Gəl baxaq, ümumiyyətlə, sənlə barışmaq istəyirmi? Fikrindəki insan sənlə barışmaq istəyirmi? Barışmaq istəyir, amma necə istəyir? Hər şey onun kontrolunda olsun, o istədiyi kimi olsun. Bu dəqiqə fikirləşir ki, yəni, belə deyim də, tutaq ki, barışıq olsa belə, mən əziyyət çəkməyim, özü uğraşsın, özü mənim dəyərimi bilsin, mənim qədrimi bilsin, mənim çox qəlbimi qırıbdır, belə düşünür. Və yaxud da ki, çox kəskin danışıq olubdur, aramızda hansısa bir şərt mi qoymuşsan, hər nədirsə, yəni bu adam fikirləşir ki, barışıq olsa da, yəni mən tərəfdən olmayacaq, mən tərəfdən bu durumu düzəltmək üçün olmayacaq, belə deyim. Gəl baxaq, sənə niyə addım atmır barışıq üçün, sənə niyə addım atmır, atmırsa əgər. Bu adam sənə addımı, dərin bir addım atmaq istəmir. Bu adam istəyir bir dənə sözlə, bir dənə cümlə ilə, bir dənə belə dərin, stabil bir addım deyil də bu. Və düşünür ki, o bir addım atacaq, münasibətlərdə tutaq ki da, mübahisə olacaq. Sən nəysə onun cavabını verəcəksən, hansısa səhvini deyəcəksən və yaxud da ki, addım atıb da bu münasibətin məsuliyyətini daşımaq istəmir. Yəni, məsuliyyətdən qaçır bu insan, konkret olaraq. Gəl baxaq. Bəs səndən addım gözləyirmi? Fikrindəki insan səndən addım gözləyirmi? Sənin getməyini də istəmir. Bu dəqiqə sənin gəlməyini də istəmir. Bu dəqiqə sənlə əlaqədar demək olar ki, heç nə istəmir. Sadəcə istəyir ki, sən onu düşünəsən, onu unutmayasan, amma səndən də elə bil ki, addım gözləmir. Gəl baxaq, sən addım atıbsan. Barışarmı? Gəl belə baxaq. Düzdür, əgər səhv səndə deyilsə, addım atmalı deyilsən, amma məsələn də sən addım atsan, barışarmı? Sən addım atsan, yəni biraz naz eləyər, biraz force eləyər, amma barışar. Burada mən 3-cü şəxs enerjisi də görürəm. Başqa bir enerji də görürəm. Başqa bir insanla da enerji görürəm. Gəl baxaq. Hazırda fikrindəki insan başqa bir insanla münasibəti varmı, danışırmı, görüşürmü? Fikrindəki insan hazırda başqa biri ilə danışırmı, görüşürmü? Yox, elə bir danışıq yoxdur. Ola bilsin, bəlkə də sosial şəbəkələr üzrə kimlərəsə yaza bilər, kimlərlənsə tutaq ki, sıxıldığından, nə bilim, darıxdığından, məsələn deyirəm, izləməyə ala bilər, amma elə bir danışıq da yoxdur burada. Gəl baxaq. Özü sənə addım atacaqmı? Belə baxaq. Fikrindəki insan özü sənə addım atacaqmı?
fikrindəki insan sənə addım atacaqmı? Özündən addım görmürəm. Həmçinin burada magiya enerjisi də görürəm. Negativ enerji. Ya bunu sənə addım atmağa, belə deyim də, atmağına mane olan bir səbəb var, başqa bir səbəb var. Ya da ki, burada daha çox magiya enerjisi var. Yəni, bunun yolu bağlıdır sənə addım atmağa. Belə bir şey var. Yol bağlılığı var. Yenə də baxaq. Fikrindəki insan özü sənə addım atacaqmı barışıq üçün? Fikrindəki insan özü barışıq üçün addım atacaqmı? Fikrindəki insan özü barışıq üçün addım atacaqmı? Yox. Tam olaraq görmürəm. Yenə deyirəm, bu insanda üzərində bir negativ enerji var, bağlılıq var. Ona görə də, yəni, hətta addım atsa belə, yəni, bir şeyə gəlmirsiniz də, bir nöqtəyə gəlmirsiniz. Gəl belə baxaq. Fikrindəki insanla barışıq olacaqmı? Fikrindəki insanla barışıq olacaqmı? Fikrindəki insanla barışıq olacaqmı? Yox, fikrindəki insanla barışıq görmürəm. Bu münasibətin də sən istədiyin kimi stabilləşməyini görmürəm. Bu insan boş insandır. Bu insan bu münasibətə stabil yanaşmır, stabil baxmır. Məsələ budur. Amma bir fakt var. Gəl baxaq. Fikrindəki insan özü sənə barışıq üçün addım atacaqmı nəticə etibarilə? Barışıq deyil də özü sənə dalaşmaq üçün, dava üçün, ya da ki, bu adamın elə barışıq tərzi dava ilə keçir. Tutaq ki, səni nə ilənsə günahlandırmaq, belə deyim də, sən ona elə bir söz demisən ki, çox güman ki, elə bir danışığınız olubdur ki, bu insan, ya sən bu sözü geri götürüb özünə addım atmalısan, ya da ki, bu gözləməlidir, belə deyim də, heç nə olmamış kimi yazsa, yenə də sözün üstünə duracaqsan. Bu gözləyir səndən hansısa bir səhv, hardansa bir nə isə, bir bəhanə gözləyir ki, səni günahlandırsın, səni yalancı çıxartsın, sənin günahını sənə desin və sən peşmançılıq çəkəsən. Budur. Gəl baxaq, ümumiyyətlə, belə bir insanla barışmaq sənin üçün xeyirlidirmi? Fikrindəki insanla barışsan, sənin üçün xeyirlidirmi? Ümumiyyətlə, fikrindəki insanla barışsan, xeyirlidirmi? Yəni, bu insanla barışsan sənin üçün xeyirli deyil. Çünki bu insan sənin bu münasibətdə gözləntilərini doğrultmayacaq. Gözləntiləri nə ola bilər? Maddi gözləntilərdirsə onu doğrultmayacaq. Mənəvi gözləntilərdirsə onu doğrultmayacaq. Münasibətlə əlaqədar tutaq ki, stabillik sözü sənin üçün daimi, stabil bir münasibət versin. Doğrultmayacaq bunu. Ona görə də məncə çəkil geri, yəni atırsa da addım atanda artıq özəl açılımda, şəxsi baxımda bilinəcək ki, davam eləsən xeyirlidirmi, ya deyilmi? Amma kollektiv açılımda bu insan sənin gözləntilərini doğrultmadığı görür. Bu qədər. Yəni, addım atmağı da çox gec görünür. Yenə baxaq, nəticə olaraq əsas mövzu buydu. Fikrindəki insan özü sənə barışıq üçün addım atacaq. Fikrindəki insan özü sənə barışmaq üçün addım atacaqmı? Sən heç bir addım atmasan 10 vaxt içində, 10 gün, 10 həftəyə bu insan özü peşmançılıq çəkməsə belə, hansısa bir bəhanə ilə ondan addım var. Yəni, hansısa bir bəhanə ilə, amma sənin gözlədiyin addım yoxdur. Sənin gözlədiyin, ay qurban olum, yalvarıram, səhv eləmişəm, bu addım yoxdur da. Yəni, mən nə deyim, yalan deyə bilmərəm. Neysə, aldım, qəbul edildim. Yes, ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.